Salam, Response kanalına hoş gəlmisən. Dostlar, bu yeni girişimdə bunu qeyd edirəm, sakit və təmkinli şəkildə necə var, elə qoqasın bu yerində. Neçə gündür video gəlmirdi, açıqlama eləyəcəm, videodan çıxmayın, hər şeyi danışacağım, nə var nə yox, biraz bu haqda danışıb, sonra keçəcəyik oyunumuza. Deməli, bax bu qaldığım evdən daşınıram, çıxıram, gedirəm. Bu evdə xatirələr qalır. Gözəl günlər qalır, acılı günlər qalır, sevinç, kədər, hamısı öz yerində. Məncə sevincli günlər daha çox oldu burada. Düzdür 3 ay belə artıq əziy olar. Burada qaldım, bu evdə qaldım. Bu evdən artıq daşınıram. Bir neçə günə, çox az günə buradan çıxıram. İnşallah başqa bir evdə olacağam, başqa bir otaqda yenidən yenə canlı yayımlar, videolar, video qeydlər, yəni bu işi davam eləyəcəm. Buna da gəlməmişdən öncə də onu deyim ki, bura kimi izləyən hər kəslə bir dənə video daxil olub, videoda da onsuz hər kəs videonu üstə klik eləyib bəyənmə işarəsi çıxacaq orada. Bəyənməyə vursa şad olaram. Bax belə. Videoya daxil olduğunuz üçün təşəkkür eləyirəm. Kanalıma abunə olub izləyirsinizsə ayrı bir təşəkkür eləyirəm. Əgər olmamışsınızsa abunə olmağı da unutmayın. Çox rica eləyirəm. Bax belə, demək dostlarım, biz necədir? Fikirləşirəm ki, bax belə deyim də, mən bu qeydə etdim, bir də baxdım gördüm oyun dondu, çökdü, çıxdı, getdi. Ona görə yenidən çəkməyə başladım. Bu arada bir dənə marketi açıb müştəri gəlsin, bir yandan oyun geçsin, bir yandan da biz söhbətimizi eləyək. Söhbətimi eləyim. Demək, insan mənə elə gəlir ki, hər kəs öz sevdiyi işdən məşğul olmalıdır. Həyatda birinci önəmli olaraq insan xoşbəxt olmasıdır. Yəni mən gözləmirəm ki, gözləmirəm ki deyəndə də pis. Yəni səmimi olmur da. Əslində gözləyirəm ki, inanıram ki, bu kanal qəşəng izləyici toplayacaq, özün kütləsi olacaq ya bir yerdə hamımız bunu bir şəkildə ötəsindən gəlib uğurunu əldə eləyəcəyik, bu öz yerində. Buna inanıram, amma bütün məsələ bu deyil. Yəni olsa da olmasa da inan ki zərrə qədər vecmədir. Niyə vecmədir? Çünki hər kəs bir işdən məşğuldur, mən də bir işdən məşğulam. Bu işdən də zaten hazırda maddiyyat güdmürəm. Olsa olar, olmasa da nə bilim. Ruzini verən Allahdır əlbəttə ki. Məncə həyatda ən vacib olan insanın özünün xoşbəxt olmasıdır. İnsan özünü necə xoşbəxt hiss eləyir, harda xoşbəxt hiss eləyir, onun arxasınca getsə. Mən də bunun arxasınca qaçıram. Yəni öz xoşbəxtliyimin arxasınca qaçıram, çalışıram xoşbəxt olan, pozitiv olan, doğru bildiyim, əlbəttə ki, doğru bildiyi insanlar doğru bildiyi işin yolundan getməlidir. Mən də bu meyarı qoymuşam ki, özüm üçün ki, bu əsas meyar var. Biri ədalət prinsipidir. Ədalətli olmalısan, yəni sənə kimsə pislik eləyirsə, yaxud da sən kiməsə pislik eləyirsənsə, o sənə pislik eləsə, necə qəbul edirsən, yaxşı qəbul eləməsən, onda ona pislik eləmə. Bu ədalət prinsipidir. Yaxud da ki, kimsə bir heyvana şiddət göstərirsə, yaxud da nəyin canlıya, hər hansı bir şeyə buna susmamaq, yəni ədalətsizliyə susmamaq yəni, lazımdır məncə. Bu öz yerindədir, amma baxır da hər şeyin öz çərçivəsi var. Bir də ədalət dedim, ikinci də ədalət, sonra nə demişdim? Vicdan, insan vicdanla hərəkət etməlidir. Yəni özünü sevməlidir də, yəni vicdanla hərəkət etməlidir, bilməlidir ki, yəni ki, heç bir insana pislik eləmək olmaz, heç bir dinindən, irqindən, cinsindən fərqi olmayaraq heç kəsi aşağıda ya yuxarıda, özünü yuxarıda, onu aşağıda görmək yaxşı şeydir. Bunlara da gərək diqqət eləyəsən. Bu arada oyunun səsi çox yavaş gəlir. Mən bu arada sistemi də güncəlləmişəm. Bu oyunun səsini qaldırım. Oyunun səsi onsuz da var da. Bu niyə zəif çıxır? Nəsə burada bu arada mikrofonumu başqa bir şey
yerə taxdım. Çünki arxa tərəfdə səs çıxmırdı. Nəsə bu problemlər nədən qaynaqlanır bilmirəm, amma yaxın zamanda həll eləyəcəm o öz yerində. Çünki saat 1-ə qalıbdı, 2 əstəğfurullah, 2-yə qalıbdı. Mən inanın düz 1 saat işdən gələndən bunun üzərində əlləşirəm ki, bunu düzəldəm də. Çünki bunun USB mikrofonun səs şişini arxa tərəfə taxırdım. Rahat hiss eləyirdim onda özümü. İndi məcbur olaraq qabağa taxdım. Yəni də fikrim niyə arxadaydı? Həmişə arxadaydı, işləyirdi. İndi niyə qabaqdadır? Qabaqda işləyir, arxada işləmir. Bunlar həll olunası problemlərdir. Bunlar çox böyük bir şeylər deyil, həll eləyəcəm. Öz qaydasında donmalar, zadlar baş verir. Windows etkinliyi getdi. Etkinlik nədir? Aktivləşmə getdi. Market, bax belə işlər. Marketə daxil olub, market neçə gündə oynayıram, super səviyyə gəlib, amma dondu, yenə dondu, getdi hər şey bağlandı. Yox, hər şey düzəldi. Bilmirəm, nəsə problemlər var. Demək dostlarım, neyləmişik, market böyümüşük, görün nələr var, nələr yox, siz olmayan neyləmişəm, oyun oynayırdım hər dəfə. Baxın, yeni lisenziyalar, yeni məhsullar, oranı da açmışam, yeni lisenziyalar, tappa taraf gecə gündüz oynayırdım ki, irəliyim. Bax, 50-ci səviyyədəyəm, 51-ci səviyyə az qalıb. Demək, bu kompüterin də səs çıxmır, bilgisayarın səs çıxmır, onu düzəldəcəm. Bayaq qeyd eləmişdim. Tez məhsullardan sifariş verim, tez çatmayan nəsə varmı? O, bizimkilər yerləşdirsin onu. Kartof almışam, kartof. Amma məncə siz xəbəriniz olmuyor bu kartof alanda. Kartoşka yox, kartof. Kartoşka da deyə bilər kim istəyir. Hesabını, bu pomidor sifariş verim, göbələ yazdı, alma. Onlar yerləşdirsin. Hər keçəndə tualet kağızı mütləqdir. Burada nələr var? Burada bundan azdır. Artıq məhsullara bundan deyirəm. Çünki adları çoxalıb bir şeydən də təkrar olur deyə. Mən çox azının adını yadımda saxlayıram. Toyuq, kartof, tualet kağızı. Ən çox satılan məhsullar. Ən çox satılan məhsullar bunlardır. Axşam oldu. Hər yeri batırıblar, sıfırlar marketin içinə. Yenə də məhsulları zay eləyiblər. Hələ əsəb eləyirlər məni. Düzdür, SP gəlir bunlara görə mən. Bir SP gəlir. Yerdən zibil yığanda, nə bilim bu şüşəni siləndə səviyyə 51 oldu. Bir də marketdən alış-veriş olanda SP-lər qalxır. Yəni yerdə batırdılar. Gedim işığı yandırım. Sifariş gəlib bundan deyir 4 ədəd al, 81, yox 74. Allah da yaxşı sənsə. Bunlar yavaş işləyir. Bir dənə də 4 dənə ambar içi aldım, ambar içi. İt kimi işləyirlər, sağ olsunlar. Kommunal yoxdur. Fiyatlandırmada hər şeyi düzəltmişəm, səhv eləmirəmsə. Hər şey düzdür. 7.000 dollarım var. Qaç axmağın yekəsi. Buna bax, nazla işləyir. Qaç. Bunu mənə verdin. Qaytar qoy yerinə. 4 dənə etçidir, sizə yalandan boş yerə pul vermirəm. Çalışın. Çalışın kimi. Yox, işçiyə elə davranmaq olmaz. Oyun da deyə belə davranır. Oyun. Oyun da deyə eğləncəli olmağa çalışıram. Onu da yerləşdirək bura. Bu çox bahadır da bilirsən. Dillər əzbərdir. Nə yazıb o? Nə yazıb o? Xanıma kömək lazım. Elimdə xanım. Avtomatik kassalar var burada.
Baş çıxan müştərilər özü vura bilir. Baş çıxmayanlara biz kömək eləyirik belə. Kartını da alam, yaxınlaşdırıram. Bax bunun özü vurur. Bax bunun baş çıxır. O yaşlı nənə get də sən get işini də alma. Mən kömək elədim. O da bizim bax bu pomidor biber var ha, bunları yerləşdirən yox. Bunları alırlar, yollar ki burada çək və qiymətləndir. O işə yarayır. Onlar gəlsin. Mən də buranı silim yenə. Ayaqqabılar girib batırıblar buranı. 8000 doları görürəm. İyi tokda. Bax. Nələr eləmişəm. Bax bir dənə bunu otomatik ters kasa almışam. Burada otomatik bir kasa, burada bir otomatik kasa. 2 dənə kasamız öz yerində. Bunları görmüsünüz. Bu şəbzulu almışam. Buna bax. Sən sürətli işlə. Buna bax bu qara neydir? Kiməsə hansısa kinoda gedirik, nədir, nə tanış gəlir mənə. Havuç, kök yoxdur. Ədəd su. Bunlar sabah sifariş verirəm. Son olsun müştəri də gedir. Bax buranı böyütmüşəm. Bax gör nə qədər pul gedib. Bunların hamısı pulumuna. Bax depoya bax. Oy can aycan. Ay can aycan. Buralar hələ dolmalı məhsulla. Bunu da götürüb qoyuram qırağa. Gətirib ayağımın altına atırlar. Axmaq uşaq axmaq. Ooo sinyorita nə gözəl görsən hər şey. Olar sizlə bir 2 dəqiqə söhbət eləyək. Sıxılaram burada söhbət eləyən yoxdur. Yox eləmirsən. Heç eləmə. Bizim işçilər də bunu ancaq pul gözləyir. Buna bax. Bık. Məlumat. Tik tik eşidirsən. Müdür gəldi. Ay müdür gəlib çəkil. Lom kimi qalıb ortada. Bunlardan da bir neçəsini sifariş verim. Müştəri qalmayıb olsun. Mən nəyə gözləyirəm? Qalmayıb. Yoxdur müştəri. Günü yekunlaşdırıram. Deməli 125-ci gündə məmnun müştəri 76 müştəri qəbul elədik. 9208 dollarımız var. 848-ə endi. Belə bu. Sifarişləri verin, bunlar yerləşdirsin. Faturaları ödəyim. Faturalar. Kommunal xərcləri məni cana yağıb. Hər gün kommunal xərclərini ödəyirsən. Ondan sonra işçinin pulunu ödəyirsən. Ortada heç nə qalmır. Bu qalxan və düşən məhsulları da günlük alış-verişə uyğun olaraq nizamlayıram ki, müştərilər almaz. Bahadır, ucuzdur, nədir? Bunların hamısı şərtdir. Bunların hamısı olmalıdır ki, ESP-ni doğru yazsan, həm level atlayarsan, həm də pul daha çox qazanırsan. Marketi açmamışam, açmağa da ehtiyac yoxdur. Bax belə gördünüz, bax bu marketin halında bir gününü yaşadınız. Bu qədər videonu bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Resprons kanalına xoş gəlmisiniz. Bu nədir qara sayağım nokta? Gör hara kim gəldim. Resprons kanalına xoş gəldiniz. Xoş özlədiniz, xoş edirsiniz. Sağ olun, gecəniz xeyrə qalsın. Videomu bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Kanala abunə olun, fikirlərinizi qeyd edin, rəy yazın. O birisi kanala da video ata bilmirəm digər kanalıma, çünki həqiqətən oyun çox pis olur. Nəsə quraşdırmadamı, nədəsə problemlər yaşayıram, onu da həll eləyəcəm. Zamanla axırda yavaş-yavaş. Sağ olun, oyunda burada qeydə alıram. Sizdən sağollaşıram. Hələlik.